Səsinə qulaq asdım, videoda baxdım. Ümumi olaraq hipnoz altında deyirsən ki, biz əhd vermiş ola bilərikmi? Hipnoz olmağımız üçün bizim var olmağımız lazımdır. Bizim bədənimizin, yəni bir adamı hipnoz eləmək üçün cismi bədən ortada olmalıdır ki, onu hipnoz eləsin. Yəni iddia edirlər ki, insanın bir ruhu var, bir fiziki bədəni var. Birincisi ruh beldə olmur. Aydın nə demək istəyirəm? Beldə olan şey nədir? Spermdir. Yəni insan məsələn mənim bu dəqiqə belimdə olan şeylər və yaxud da sizin beyninizdə olan şeylər ruhdur. Belə bir məntiq ola bilərmi? Bir də düşünməyimiz xahiş edirəm. Fərziyyələri qoyağın bir qırağa, real düşünməyi öyrənəyin hamımıza aiddir. Bu tək sizə görə demirəm. Hipnoz olması üçün birincisi fiziki bir bədən lazımdır. Yaxşı. Hipnoz dediyi şeylər də ona inandırmaqdır da, onun şuur altına o inancı yerləşdirməkdir. Öncə inandığı şeyin əksini onun beyninə yerləşdirir. O danışa bilən adamı, sən danışa bilməzsən inancını onun beyninə yerləşdirmə qabiliyyəti olan adamlar var. Bacarmayan insanlar var. Yəni inandırma qabiliyyəti var adamın. Bunun adını hipnoz qoyublar. Bundan ötürü yenə nə lazımdır? Bədən lazımdır. Birincisi bu. İkincisi Ərəf surəsinin 172-ci ayəsini açıq şəkildə baxdığımız zaman Allah demir mən Adəmin belindən çıxartdım deyir. Adəmin zürriyyəsinin belindən çıxartdım onların törəmələrini. Necə çıxarıldığını isə Tariq surəsinin 5 və 6-cı ayələrində ortaya qoyulur. Köks və köks sümüyü ilə bel sümüyünün arasından uşağın ana bətnindən dünyaya gəlişini ortaya qoymaq üçün işlənir. İndi sözü oxuyuruq. Bu xahiş edirəm Açıq Quran proqramından istifadə eləyəsiniz. Açıq Quran proqramında məsələn Ərhan Aktaşın da dipnotu var. Bir də çevirilər var aşağıda. O tərəfə vurub Məmməd Okyən də dipnotlar qoyur. Ona da bir baxasınız. Yəni ayəti, bir də ayətin həmişə oxuyanda nə olar ki, bir imkanımız lazımdır ki, önünə, arxasına, heç olmasa o ayəni oxuyandan sonra ondan sonra bir-iki ayə davamını oxusaq, yəni hər şey aşkar olar. Zaten biz bu ayəti Ərəf 172-ni 173 ilə bir yerdə ələ alanda bizə məlum olur ki, bu ayət nə bilim, ay zərrə aləmi, ay nə bilim, ruh aləmi, ərvah aləmi ki, orada bizim bir də ki, xatırlamadığın bir şeyin, bir əhdin nə önəmi var ki? İnsan xatırlamadığı bir şeyə, insanın yadında olmayan bir şeyə nə əlaqəsi var ki, yəni? Məsələn, deyək ki, mənim valideynim, bizdə uşaqlarda var da köbək kəsti deyirlər, əhd bağla ki, uşaqlarımız böyüyəndə evlənirik. O uşaqlar o əhdə riayət eləməlidir. Hətta ola bilər uşaqlıqda bir yerdə bir-birlərindən oynasınlar, uşaqlıqda bir-birlərini istəmiş də olsunlar. Bunlar böyüyəndə qərar verməlidirlər ki, bu adından bu. Yəni insanın ağlı kamilləşməmiş, insan puxtələşməmiş, onun verdiyi sözün də bir əhəmiyyəti yoxdur yəni. Nəysə, sözüm ondan ibarətdir ki, ayə deyir ki, və izə əxəzə rabbuka min bəni Adəm, baxın, bir zaman və izə bir zaman ifadəsi açın siz Allah. Gələcək üçün işlənən bir ifadədir həm də. Məsələn, İsanı qiyamətdə Allah sorğu-sual eləyəcək Maidə surəsi 116-117-də bir zaman sənin Rəbbin demişdi, ey Məryəmin oğlu İsa, sənmi dedin məni və anamı iki ilah götürün? O da demişdi. Hamısı keçmiş zamanda keçir. Yəni, və izə əxəzə rabbuka güya ki, keçmişdə insan, qardaş, bax, bəni Adəm deyir. Demir Adəmin belindən deyir. Adəm evladlarının, oğullarının, törəmələrinin, aydındır, Adəm oğullarının bellərindən onların zürriyyələrini çıxartdı. Zahir elədi, aşkar elədi. Yəni keçmişdə bizə gələnə qədər bizdən əvvəl gəlib gedənlərin hamısı Bəni Adəmdir, Adəmin evladlarıdır. Və bu Adəm evladlarının Allah zürriyyətlərini, törəmələrini onların belindən çıxardır, yəni doğurur, əkir, becərir, dünyaya gətirir və onlardan əhd almışdı. Aydın nə demək istəyirəm? Biz bu Quranda bu ayəti anlamağımız üçün əhd kəlməsinə, zürriyyət kəlməsinə, Bəni Adəm kəlməsini keçən ayələrdə də baxmalıyıq. Siz Quranda hər hansısa bir yerdə bu ayətin məfanisi, mütəşabihi olan elə bir ayət gördünüzmü ki,
ruh aləmi desin, bərzaq, ərvah aləmi desin ki, orada nədən əhd alır? Varlıq yoxdur ortalıqda, əhd alır Allah. Kimdən alır bu əhdi? Bu fərziyyələrlə hara gedirik biz? Ayətin davamı buyurur: "Və əşhəduhum alə ənfusəhum" və beləliklə onları öz nəfsləri üzərində, nəfs sözü qadın cinsində işlənir özdə. Çox maraqlı. Nəfs kəlmə sözü müzəkkər deyil, müənnəs cinsdir. Öz nəfsləri üzərində şahid etdik deyir. Özlərinə şahid etdik. Ələstu bi rabbikum. Mən sizin Rəbbiniz deyiləmmi? Allahın şəhadəti bizi də özümüzün öz əleyhimizə şahid edir Allah. Oxuyuruq kitabı, başa düşürük və biz də şahid oluruq ki, bizim Rəbbimiz Allahdır və bu ayəti oxuyanda ki, Ələstu bi rabbikum, biz bu ayəni oxuyuruq və arxasınca qalu bəla, deyirik ki, bəli, sən bizim Rəbbimizsən, iman gətirdik bu ayədə. Bitdi məsələ. Şəhidinə, biz də şahidlik edirik bu kitabla. Məsələn, şahid kəlməsi Qurana diqqət eləyin. Denən ki, onlar dedilər ki, sən elçi deyilsən, denən sizlə mənim aramda Allahın və bir də kitabın elmi yanında olan şəxsin şahidliyi kifayət edir, yetərlidir, deyir ayət. Rəd surəsi 43-cü ayə, sonuncu ayət. Və yaxud da hansı şey şəhadət baxımından daha böyükdür? Denən ki, Allah sizlə mənim aramda şahid olaraq yetərlidir. O bu kitabı mənə vəhy edir ki, onunla sizə və çata biləcək hər kəsi xəbərdar edim. Açın, baxın, zəhmət olmasa Ənam 19-a. Deyir, onlar Allahdan başqa ilahların olduğuna şəhadət mi edir? Denən, mən şahidlik eləmirəm. Bax, açıq ayətdir ha, açıq ayətdir, mən şahidlik. Yəni, orada onlar Allahdan başqa ilahın olduğuna şahidlik edirlər. Denən, mən şahidlik etmirəm. Mən də burada mənim Rəbbimin Allah olduğuna şahidlik etmiş oluram Quranın dəlilləri, şəhidləri üzərindən. Allah Ənam 19-da Quranı şəhid adlandırır. Onu göndərən, nazil edən Allahın özünə şahid deyir. Aydındır. Qalu bəla, şəhidlə dedilər, bəli, biz şahidik ki, təqulu yevməl qiyamə. Ən təqulə yevməl qiyamə. Yəni, biz də şahidik. Bu ona görədir ki, siz deməyəsiniz ki, qiyamət günü in kunnə ən həzə qafilin. Biz bundan xəbərsiz olanlardan. Allah bu Quranda bu kitabı nədən ötəri göndərir? Siz deməyəsiniz ki, mən bundan xəbərsiz idim. Neçə dəfə keçir qafilin? Gedin, zəhmət olmasa sadəcə Quranda, bu açıq Quran proqramında kəlmə-kəlmə altında olan formada qafilin sözünü tapın, vurun üstünə qafilin kəlməsi haqqında keçən ayələrə diqqət edin. Burada bu ayəti anlamaq üçün 4 dənə kəlməyə diqqət eləmək lazımdır. Bəni Adəm sözünə, zuhur kəlməsinə, zurriyyət kəlməsinə, şahidlik söhbətinə, nəfs söhbətinə və bir də qafilin kəlməsinə. 6 dənə kəlmə var. Ən azından heç olmasa 2 dənəsini önəmə alağın. Zurriyyət və qafilin kəlməsini götürəyin, ələ alağın. Zurriyyəti və qafilin, bir də şəhadəti, 3 dənə kəlməni ələ alağın. Və sonraki ayəyə keçirəm. Ayə belə deyir. Av və ya. Söz bitməyibdir, hələ ayə davam edir. Aydındır nə demək istəyirəm? Siz deməyəsiniz ki, qiyamət günü ki, mən bundan qafil idim. Amma bu günləri biz qafil olduğumuz bir şəhadətdən danışır Allah. Allah deyir ki, burada siz deməyəsiniz ki, mən bundan xəbərsiz idim. Deməli, bizim burada, bax, bunu oxumağımız, biz qafillərdən deyilik ta, bəyə xəbərsiz idik. Yəni, indi Rəbbimizin Allah olduğunu qəbul etdik, iman etdik, səcdə etdik. Sonra deməyəsiniz, mən qafil idim. Biz bu kitabı göndərdik ki, onlar xəbərsizlik deməsinlər. Məhəmməd Peyğəmbərə deyir ki, mən sənə Yusifin hekayəsini deyir, bu qıssəni danışıram, bundan öncə sən bundan qafil olanlardan idin. Məryəmin hadisəsində gətirir eyni şeyi. 173-də deyir ki, və ya deməyəsiniz ki, innəmə əşrəkə abauna min qabil. Bax ki, bizdən əvvəl atalarımız da şərik qoşmuşdu. Və kunna zurriyyəti min ba'dihim. Biz də onlardan sonraki zurriyyətik. Bax, fikir ver. Ayət açıqlayır. 172-ni, 173 necə baş verdiyini açıqlayır. Deyir, bizdən öncə atalarımız şərik qoşmuşdu. Və ya deməyəsiniz ki, bizdən əvvəl atalarımız da şərik qoşmuşdu. Biz də onlardan sonra törəmiş, artmış bir zurriyyətik deyə. Əfətuhlikunə bimə fəalul mubtilun. Fikir ver. Əfətuhlikunə. Belə isə bizi həlak edəcəksənmi? Mubtilun.
batil olan, batillik edənlərə görə, batil əhlinin etdiklərinə görə yəni. Aydın nə demək istəyirəm? Batil əməllər edənlərin etdikləri yüzündən bizi həlak mı edəcəksiniz deməyəsiniz deyə, bax bunu Allah bizə göndərir yəni. Yəni biz buradan anlayırıq, başa düşürük ki, bu Qur'an-ı Kərimdə 172-ci ayənin zürriyyətini Adəmin evladda, Adəmin də yox, necə törəməsini, necə artmasını və bunun Qur'an vasitəsilə kitabdan, yəni elçilər vasitəsilə kitabda alındığını Allah bizə ortaya qoymuşdur. Və xüsusən də sonda 86-cı surənin, əgər siz belə deyək, 5, 6, 7-yə baxsız, fəlyanzurul insana mimma xuliq, insan bir necə xəlq edildiyinə nəzər etmirmi? Xuliqa mimma indafik, biz o insanı sıçrayışla olan bir sudan xəlq etdik. Yaxrucu min beyni sulbi, o insanı biz xaric edirik. Bunu bəzilər tərcümədə məniyə götürürlər, yanlışdır. Çünki hər iki ayətdə gördük ki, insana götürülsə, burada da gərək o şəxs əvəzli insana getsin. Biz onu çıxardırıq, min sulbi və taraib, kök və sülb sümüyünün arasında. Yəni, bel sümüyünə bitişik halda olur cənin. O cənindən xəlq edir. Allah deyir, biz o uşağı sinə sümüyü ilə, kök sümüyü ilə, bel kürək sümüyünün arasından xəlq edib çıxardırıq və 8-ci ayədə innehu ala rəc'ihi qadir. O onu geri qaytarmağa da qadirdir. Yəni öldükdən sonra yenidən diriltməyə. Burada məniyə qoyulsa məqsəd məni insandan çıxandan sonra onu geri qaytarmaq biraz məntiqsiz alınır. Nəyə qaytarsın ki Allah onu? İnsanı yəni öldükdən sonra qaytarmağa da qadirik. Bu da insanın öz belə deyək də ata-babalarımızın zürriyyətinin necə artmasını, necə çoxalmasını, belindən çıxmasını açıqlayan ayətdə bir də budur. Sözüm bu qədər.